Salam dəyərli izləyicilər. Bu videoda sizlərə Novostream mobil tətbiqini təqdim edəcəyik. Layihə Step IT-də təhsil zamanı komanda şəklində kurs işi üçün hazırlanmışdır. Bizi ilk qarşılayan səhifədə bizə Get Started butonu qarşılayır. Gəlin bu butona klikləyib davam edək. Bizdən e-mail yazmağımız tələb olunur. Əgər bu e-mail hal-hazırda istifadə olunursa bizi sign-in bölməsinə göndərəcək. Əks halda isə qeydiyyatdan keçməyə davam edəcəyik. Biz hal-hazırda sign-up səhifəsindəyik, amma təəssüflər olsun ki, səhifədə parol daxil etmək lazım olduqdan video kayıt vaxtı bu səhifə videoya düşmür. Biz parolu daxil edib növbəti səhifəyə keçid edirik. Bu səhifədə bizə təqdim olunan profil şəkillərdən birini seçə bilərik. Növbəti səhifəmizdə bizdən adı yazmağımız tələb olunur. Həmçinin istəsəniz profil şəklini dəyişə bilərsiniz. İlk açılan səhifədə çoxlu film və seriallar görsənir. Yuxarı bölmədə karusel var və burada rekomendasiyada olan film və seriallardır. Aşağıda isə ayrılıqda filmlər və ya seriallar var. See All butonuna klikləsək, bütün filmlər və ya serialları görə bilərik. Yuxarıda profil şəkli bassaq, profil bölməsinə keçid edir. Həmçinin bu səhifədə search yeri var və burada filmin və ya serialın adını yazıb tez tapa bilərik. Səhifədə həmçinin janrlar var və istənilən janra daxil olduqda o janra bütün film və serialları görə bilərik. İndi gəlin filmlərdən birini seçək. Bizə Expander açılır və daxilində film haqqında qısa məlumatlar yazılıb. Məsələn, adı, yaş limiti, çıxış tarixi və s. Biz burada play butonuna klikləsək, filmə baxmağa keçəcək. My List butonuna klikləsək isə həmən filmi favori siyahımıza qata bilərik. Gördüyünüz kimi həmən film favori siyahımıza əlavə olundu. Film ilə bağlı əsas səhifə açıldı və yuxarıda avtomatik olaraq filmin treyleri işə düşdü. Film favori siyahısında olduğundan My List butonu aktivdir və təzədən klikləsək favori bölmədən silinəcək. Ümumi məlumatlardan əlavə aktyorlar və direktorlar var. Aktyorlardan hansısa birinə keçid etdikdə ona aid bütün film və serialları görə bilərik. Direktor haqqında da əlavə məlumat var və onu da keçid etdikdə onunla bağlı bütün film və serialları görə bilərik. Videoya keçid etmək üçün aşağıdakı butona klik etmək olar və ya yuxarıda olan qırmızı butona klikləyə bilərik. Lucius is alive. İndi biz Wi-Fi söndürək. Gördüyünüz kimi pop-up çıxır və bizdən Wi-Fi yandırmağı tələb eləyir. Biz megabaytı yandırıb göstərək ki, layihə lokalda yox, globalda işləyir. İndi isə hər hansısa bir serialı seçək. Movie-də olan Expander serialda da var, ona görə biz burada qalmayaq. Bunu My List-ə əlavə eləyək. Burada filmdən fərqli olaraq sezonlar var və hər sezondan özünə görə epizodları var. İstədiyimiz epizoda klik edib baxa bilərik. Həmçinin epizodların yanında Expander atılır və orada epizod neçə saatlıqdır və haqqında qısa məlumat var. İndi sezon 2-yə keçib ikinci epizoda baxaq. You don't know what you like. Maybe you need some. İndi aşağıda Verusun bölməsinə keçək. Bu səhifədə gələcəkdə çıxacaq film və seriallar var. Hər birinin adı, çıxış tarixi, hansı janrlarda olacağı və qısa məlumatı var. Aşağıdakı menyuda profilə bassaq, biz profil hissəsinə keçəcəyik və yuxarıda gördüyünüz kimi profil şəkli və adımız var və bu məlumatları dəyişmək üçün account hissəsinə keçməliyik. Və bunları dəyişmək üçün mütləq save butonuna basmalıyıq. İndi My List-ə keçib, My List-də olduğumuz bütün favorit serial və filmlərimiz var. İndi isə Security-də biz parolu dəyişə bilərik, Delete-də isə biz accountu silə bilərik, lakin hal-hazırda parol istədiyinə görə videoda bu səhifələr düşmür və ən axırda da biz sign out-a basıb çıxış eləyə bilərik.
Layihə klient-server arxitekturası əsasında hazırlanmışdır. Klient tərəfi Java dilində, server tərəfi isə ASP.NET platformasında Onion arxitektur üzərində qurulmuşdur. Video və şəkillər Amazon Cloud üzərində saxlanılır. API deployment və MS SQL verilənlər bazası üçün Azure Cloud xidmətlərindən istifadə olunur. Əlavə olaraq videoların və digər media faylların əlavə olması, silinməsi və idarə olması üçün admin panel mövcuddur. Bu panelin detalları isə digər videoda təqdim olunacaq.